Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Allah Müteala'dan istəyir ki, Allah Müteal bu az olan itaat və ibadətlərimizi ən ali dərəcədə inşallah qəbul eləsin. İnşallah ki, bugün biz bir qudsi hədis barəsində danışacağıq ki, həmin hədisin mətni bundan ibarətdir. Ağa İmam Rıza əleyhissalam öz atası İmam Kazım əleyhissalamla, o da İmam Sadiq əleyhissalamdan onun belə buyurduğunu nəql edir. Buyurur ki, Allah Müteal Həzrəti Davud əleyhissalama belə vəhy etdi ki, bəzi bəndələrim yaxşı əməl edər və o əməlinə görə də həmin bəndəni mən cənnətə daxil edərəm. Həzrəti Davud əleyhissalam da Allah Müteala'dan soruşdu ki, bu yaxşı əməldən məqsəd nədir? Hansı yaxşı əməli edərlər ki, onları cənnətə daxil edərsən? Allah Müteala da cavab verdi ki, bir xurma ilə də belə olsa, bir müminin ürəyindən kədəri aparan bəndəyə cənnəti vacib edərəm, onu cənnətə daxil edərəm. Yəni, bir müminin bir sıxıntısı var, çətinliyi var, belə maddi çətinliyi deyil, bir mənəvi narahatlığı var, ürəyində bir kədəri var. O kədərə ki, kim ki kömək etsə ki, aradan getsin, mən onu cənnətə daxil edərəm. Burada əsas məsələ budur. Həzrəti Davud da buyurdu ki, İlahi, kim səni tanısa, səndən ümidini kəsməz. Yəni, İlahi, kim ki səni tanıdı, görsə ki, sənin kimi bir ilahı tanıyandan sonra mümkün deyil ki, səndən ümidini kəssin. Sən ki, bir bəndənin, digər bəndənin qəlbindən sıxıntısını, çətinliyini aparmasına bu qədər qiymət verirsən, mümkün deyil ki, səni tanıyandan sonra ümidsiz olsun kimsə. Allah Müteal indi bu hədisin biz mətninə baxsaq, Allah insandan əslində çox şey istəmir. İndi bir bəndə digər bəndəyə kömək edir, burada Allahın heç bir bu köməyə ehtiyacı yoxdur ki, bir bəndə digər bəndəyə kömək edir. Amma yenə Allah deyir ki, mən bunu qiymətləndirəcəm. Amma bunun şərti budur ki, mənim razılığım üçün edin. Kimsə kiməsə buna görə köməklik edirsə ki, sabah deyərəm ona, minnət qoyaram, bu köməklik deyil, bu yaxşılıq deyil. Yaxşılıq odur ki, onu Allahın razılığı üçün edirsən. İndi bir müddət keçəndən sonra daha demirsən ki, filan kəs, mən sənə filan yaxşılıq eləmişdim, əlindən tutmuşdum sənin, onu minnət qoyursansa, o yaxşılıq deyil. Yaxşılıq budur ki, onu təmənnasız edirsən, Allahın razılığı üçün. Allah da Quran-ı Kərimdə insana buyurur ki, İnnallaha yə'muru bil-adli vəl-ihsan. Deyir ki, Allah insandan onun ədalətli olmasını və yaxşılıq etməsini istəyir. Yaxşılıq etməsini əmr eləyir. İnsan yaxşılıq edən olsun. Başqa bir ayədə buyurur ki, وَقُولُ لِلنَّاسِ حُسْنًا. İnsanlarla deyir ki, xoş danış, yaxşı rəftar elə. Burada Allahın heç bir burada, əlbəttə ki, heç bir halda başqa bir təmənnası yoxdur. Allah ehtiyatsızdır. Allah sadəcə istəyir ki, insanlar bir-birləri ilə yaxşı davransınlar, bir-birlərinə kömək eləsinlər, biri-birini qəmli görəndə ondan qaçmasın, ona tərəf qaçsın ki, sənin bəs narahatlığın nədən ibarətdir? Edə biləcəyim bir şey olsa edim, edə bilməyəcəyim bir şey olsa bir təsəlli verim ki, yadına Allah Mütealı xatırladım və bildirim ki, bəs bu keçəcək. Çətin deyil ki, elə hər şey pulla deyil ki. Bir adama bir sözlə kömək eləmək pulla deyil ki, deyəsən pulum yoxdur, kömək elə bilmədim. Bütün çətinliklər də elə maddi olmur ki. Allah Müteal Quran-ı Kərimdə sevmiş olduqları bəndələri xatırladanda, sevdiyi bəndələrdən də biri bu qəbildən olan bəndələrdir ki, İnnallaha yuhibbul muhsinin. Allah buyurur ki, yaxşılıq edənləri sevir. Yaxşılıq elə. Yaxşılıq elə, heç olmasa yaxşılıq etmək fikrində ol. Əgər sənin niyyətində yaxşılıq etməkdirsə, həmin anda ona imkanın çatmasa belə, o niyyətdə ol. O niyyətin özünə Allah dəyər verir. Allah dəyər verir o niyyətə. Çünki sən yaxşılıq etmək fikrində olursan. Və ağa İmam Sadiq əleyhissalam buyurdu ki, İnna ahabbal a'mal ilallahi azza və cəllə idxalus surur aləl mu'min. Buyururdu ki, həqiqətən əməllərin daha fəzilətlisi, daha yaxşısı möminləri sevindirməkdən ibarətdir.
Bir bəndəni sevindirərsən, bir insanı sevindirərsən, sənin nə qədər işin düzələr. Birinə bir sevindirməzsən, əksinə onu sıxıntıya salarsan, kədərləndirərsən, sənin nə qədər işin səhmandan çıxar. Biz buna o qədər diqqət eləmirik. Amma Allah buna diqqət edir. Allah buna dəyər verir. Hansısa işin bir çətindədirsə, çalış ki, deyir, sədəqə ver. Sədəqə verməklə nə olacaq ki? Sədəqə verməklə kimisə sevindirmiş olacaqsan. Sevindirdikdən sonra səbəb olacaq ki, sənin də işin düzəlsin. Niyə? Çünki sən onu sevindirdiyin üçün Allah da səni sevindirəcək. Ona görə Həzrət Peyğəmbər sallallahu buyururdu ki, başqa bir hədisdə Allahın ən sevdiyi əməllərdən bəzilərini sadalayırdı. Deyirdi ki, bu müminin qəlbinə sevinc gətirməkdir, onun aclığını aradan aparmaqdır, onun dərdini yüngülləşdirməkdir, borcunu ödəməkdir. Allah bu əməlləri çox sevir ki, kimsə bunu eləsin. Kimsə bunu eləsin, Allah bunu çox sevir. Allahın buna ehtiyacı yoxdur ki. Sən etdikcə Allah mələklərinə bildirir ki, gör mənim bəndəm sadəcə özünü düşünmür, başqalarını da düşünür. Başqalarının da fikrini çəkir. Ona görə hədisimiz var ki, Peyğəmbər sallallahu buyururdu ki, qonşusu ac olan halda, gecədən sübhə kimi ac yatan adam, sən onun fikrini eləmirsən, sən toxsan, onun fikrini eləmirsən, deyir, o müsəlman deyil. Sən gərək qonşunun da fikrini çəkəsən. Fikrini çəkməlisən. Gərək başqası üçün də yanmağı bacarasan. Və Həzrət Peyğəmbər sallallahu bir hədis dediyim, biraz qoy Əhl-i Beyt əleyhissalamın hədis, belə desək, mirasından faydalanmış olaq. Buyururdu ki, mudaratun nas nisful iman və rifqu bihim nisful ayş. Buyururdu ki, insanlarla keçinmək imanın yarısıdır. İnsanlarla keçinmək nədir? İnsanlarla doğru rəftar edə bilmək. Onlarla keçinə bilmək imanın yarısıdır. Və sonra da buyururdu ki, onlarla yumşaq tərzdə davranmaq, mülayim şəkildə davrana bilmək həyatın yarısıdır. Yəni, bu iman məsələsi. Deyək ki, bu imana dəxli yoxdur. Yox, insanlarla keçinə bilmək iman məsələsidir. Allahla həqiqi şəkildə doğru rabitə qura bilməyimiz, eyni zamanda insanlarla da doğru rəftar edə bilməyimizlə bir əlaqəsi var. Yoxsa mən Allaha bəndəlik etmək niyyətindəyəm, amma üzümdən bir zəhər yağır ki, heç kim üzümə baxa bilmir. Bu bəndəlik deyil. Bu ibadət deyil. Buna ibadət deməzlər. Bu sadəcə elə bilirsən ki, nəsə ibadət edirsən, budur. Digər tərəfdən Allah demir ki, sənin ehtiyacın var, get bu ehtiyacını başqalarına göstər. Elə şey yoxdur. Əksinə, bizim tövsiyələr bundan ibarətdir ki, bütün bizim hədislərimizə baxın, ehtiyaclı halını göstərmə. Mümkün qədər onu gizlətməyə çalış. Mümkün qədər çalış ki, onu gizlədəsən. İndi elə yer var ki, onu gizlətmək olmur, o istisnadır. Amma bu o deyil, elə ehtiyaclı olduğun halı bütün hamıya göstərim. Yox, Allah əksinə. Bu ehtiyaclı olandan da istəyir ki, ehtiyaclı halını çalış ki, gizlədəsən. Ona görə Peyğəmbər sallallahu buyurdu ki, mən sə'alənə a'taynahu və mən istəğnə əğnahullah. Deyir, hər kəs bizdən bir şey istəsə, ona istədiyini əta eləyərik, verərik. Amma, lakin başqasından bir şey istəməyəni isə Allah özü ehtiyacsız eləyər. Bu, sınanılmış bir şeydir. Hər kəs sınasın bunu. Bir narahatlığı var, onu dilinə gətirməsin. Elə qəlbində biraz saxlasın. Buradan da axı qəlb adamı vadar edir ki, onu deyəsən. Elə kimə gəldi deyəsən. Elə ki, onu o qəlbində saxlayırsan, Allah heç gözləmədiyin yerdən sənin o sıxıntını düzəldir. O narahatlığı var, adam aparır. Bu həqiqətdir. İndi deyə bilərsiniz ki, bir adamın heç bir halda yaxşılıq eləməyə imkanı yoxdur. Nə pulu yoxdur, anladıq, maddi imkanı yoxdur. İndi bir sözlə də kömək eləyə bilmir. Heç olmasa pislik eləməsin. Pislikdən uzaq dursun. Dəfələrlə bu məşhur məsələdir. Biz sizin üçün demişik bunu. Deyir ki, səhrada 2 nəfər ki, üz-üzə gəlir. Biri susamış olur, biri də dəvənin belində olur. O dəvənin belində olandan su istəyir. Bu dəvənin belində olan düşür ki, buna su versin, necəsə olur, başı qarışır, bu su istəyən onun dəvəsini qaçırır. Oğurluyur. Baxır ona deyir ki, bəs dəvə sənin olsun, amma qaçma, sənə bircə sözüm var. Bu da indi dəvəni oğurluyub da, deyir, görürsən, bu nə söz deyəcək mənə? Deyir, yaxşı, sözün nədir? Deyir ki, bu etdiyini heç kimə deməyəsən. Sabah həqiqətən də səhrada bir adam digər adamdan kömək istəyər, yadına sənin mənə etdiyin bu hal düşəcək, ona kömək eləməz.
Heç olmasa yaxşılıq eləyək. Əlimizdən gəlmirsə, kimisə əlindən gəlmirsə, heç olmasa pislik eləməsin. Allah mütəaldan istəyir ki, Allah mütəal bizi Qur'an və Əhl-i Beytdən ayrı salmasın. Allahdan istəyir ki, Allah mütəal Əhl-i Beyt aleyhimussalama xatir kimin nə sıxıntısı, çətinliyi varsa tezliklə inşallah həll etsin. Allahdan istəyir ki, Allah bizi öz gözümüzdə kiçiltməmiş başqalarının gözündə ucaqlasın. Allahdan istəyir ki, Allah mütəal kimlər ki, dünyalarını dəyişiblər, onlara qəriq rəhmət eləsin. Allahdan istəyir ki, Allah mütəal bizi zamanın imamının xidmətçilərindən qərar versin. İtaat və ibadətlərimizin qəbulu üçün, zamanın imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat etsin eləyək.